Dostlar salam, hər vaxtınız xeyir. Qarşınızda Vinsan Akademiyədən Fuad müəllimdir. Bugün qarşımızda sifət zərb bölməsindən bir sual var. Və ilk etapda suala baxan kimi görürük ki, cümlədə zən var. Zən varsa burada bilirik ki, müqayisə dərəcəsidir. Burada müqayisə dərəcəsi olan bir B variantıdır, bir də D variantıdır. Və çox şagird burada D variantı yazır. Düşünür ki, early 2 hecalıdır. 2 hecalı olduğuna görə morla gələr. Amma bundan əvvəl yuxarıda qeyd etdiyimiz hissəyə bir dənə diqqətlə baxaq. Çünki dostlar, zərf bölməsində early sözü 2 hecalıdır. Məntiqən 2 hecalı zərflər morla mosla düzəlir. Amma early yeganə zaman zərfidir ki, hətta yeganə zərfdir ki, onlar 2 hecalı olmasına baxmayaraq morla, bir də mosla düzələ bilməz. Ona görə biz burada early sözündə hansı testdəki morla, mosla olduğunu görürüksə, o variantı səhv götürürük. Early sözü müqayisədə üstünlükdə S-dən düzələcək. Ona görə cavab qalır B variantı.